İndi zəhmət olmasa verin mənə gələn məlumatları mələklərdən. Mən bir-bir ifadə edeyim. Mələklər sənə məlumat verir. Hal-hazırda, yəni güc göstərmək lazımdır. Bu xanımdan, bayaq mən müəllimi səhərdən baxıram, yenə deyirəm, sizin arxanızda 3 dənə işıq yanır. Bu işıq nədir? 3 dənə insan işığıdır. Evdə səndən savayı neçinə... İşıq yanır da orada deyil, işıq yanır. O işıq yox, müəllimin arxasında. Hədə müəllimin arxasında işıq yanır. O işıq deyil, ailəsində olan işıqdır. Bir dəqiqə deyəm. Özü burada xahiş edirəm, artist eləmə. Bura klonluq yeri deyil. Başa düşdün? Bir dəqiqə. Sən də elə bilirsən ki, sən danışırsan belə-belə, biz də burada sənin o danışığın tərsinə düşəcək, ya alınacaq. Bu haqda heç ağılını gətirmə. Məktəbə gedirsən? Gedir, niyə getmir ki? Neçədə oxursan? 9-da. 9-da oxursan. Aha, aydın. İndi mən sənə qiymətlərinə baxacam. Zəng eləyəcəm məktəbin direktoruna, görüm sən necə oxursan məktəbdə. Buyurun. Bax, deyirəm sənə. Şey gətirmişəm buna, elədir mi? İndi xaricə gətirib, ondan sonra... İndi biz bilmirik ki. Neyinirsən? Mənim ağzım